hain olmasa. Arif müəllim bizlərdi. Uzun eğer damğanı insanlar hain olmasa günün arbayla keser yarı göstermek. Su verilənsə axa bilməz, kuş qəfəsdən çıxa bilməz, həyə naməhd mərdi yıxa bilməz, yatmağa ayrılmaz. Davadovlar ailəsinin ürək sözlərini, duyğularını, bu cəmiyə, bu mühitə qarşı münasibətlərini və prosesin gedişindən asılı olaraq istər razı, istər narazı qalması ilə əlaqədar fikirlərini ifadə eləmək üçün sizi dinləyirik. Qut gündə, saman üstə yatanda, aşıq alın, nə qazandın cahanda, səndən qalan qatar söz olmaz. Bu məclisdə o qədər gözəl sözlər deyildi, o qədər, nədir deyim, mən atamı bu qədər tanımırdım. Mən şoka düşmüşəm. Atanla yoldaşsın elbette. Mən atamla qürur duyuram. Bu məclisdə Cavadov deyən müraciət edirlər. Mən də istəyirəm ki, düzdür, atamdır, intihası elə bizim də ağzımızda, dilimizdə düşüb, arada bir ata deyirik, arada bir ata deyirik, ancaq çox vaxtı Cavadov deyirik. Cavadov, valla, mən bir şoka düşmüşəm. Sənin kim oldu? Sağ ol. Səni mən yaxşı tanımamışam. Allah ömür versin. Bu günə qədər, bəli, vurğuluyum bu günə qədər. Allah hamıya can sağlığı versin. Çox gözəl məclisdir, çox gözəl, çox yüksək bir səviyyədə keçib məclisimiz. Ümumiyyətlə, mən belə məclislərin vurğunuyam. Aşıq oxuyur, gözəl sözlər deyir, aşıq şeir deyir. Sabir müəllim, siz vapşe navısater, Rus demişler. Həqiqi mənada. Sevincimin həddi-hüdudu yoxdur. Həqiqətən, mən... Yenə deyirəm, mən bir şokdayım. Düz hazırlaşmışdım, intihası sizin bu sözləriniz, sizin bu şeirləriniz məni biraz saçdırdı. Ləzzət edir. Gözəl bir məclisdir, gözəl bir məclis qurmuşuq. Allah hamıdan razı olsun, Allah sizdən də razı olsun. Hamıya uzun ömür, can sağlığı. Bu restoranın nümayəndələrinə də, rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Belə bir qəşəng, gözəl yeməklərindən bizi Ferizə elədilər. Ay, sağ ol, Aşıq qardaşımız, mükəmməl. Mən sizə heyran oldum, həqiqi mənada. Nömrənizi sonra saxlayarsınız. Mən aşığın vurğunuyam, həqiqi mənada. Çox sağ olun. Əliniz qolunuz ağrımasın. Sağ olun mənim. Buyurun, siz də sağ olun. Böyük yük sizin üstünüzə düşürdür. Məclisi idarə eləmək belə bir asan işdə deyil. Siz o şeiri elə bir intonasiya ilə deyirdiniz ki, mənim Muraşki, Rus demişim, Muraşkalar yedirdi. Bəli, həqiqi mənada. Sağ olun, Allah sizdən razı olsun. Çox sağ olun, Allah sizi böyle üstünüzdən əksi eləməsin. Ümumiyyətlə, Ceylanvatan qəsəbəsinin üstündən əksi eləməsin. Belə. Mən atama da, atama... Veya 35 ilgili olsun. 10 il bundan qabaq, mən həmin məclisdə mən də iştirak edirdim. Ayşə ilə dinləyək. 10 il bundan qabaq mən də həmin məclisdə iştirak edirdim. Gözəl məclis keçdi, düzdür. Qəşəng. İndi 10 il keçib, mən arzu edirəm 10 ildən sonra da bu məclisdə həmin bu şəxsi heyət iştirak eləsin. Daha bir 10 ildən sonra həmin şəxsi heyət yenə iştirak eləsin. Ömrü verən Allah'dır. Biz kimik ki? Ata, mən sənə can sağlığı arzu edirəm. Mən səndən qürur duyuram. Sənin ayağına daş, dəyən daş bizim ürəyimizə dəysin. Allah eləməsin. Mən... Sağ olun.
Zavodov familiyası çəkiləndə və vurguladınız ki, Həmid müəllim, məsələn, gülür, Həmid müəllim də gülərmiş. Bunların qanındadır. Həqiqi mənada. Zavodovun belə gülər üz, xoş, hamı ilə belə xoş rəftar eləməyinə baxmayaraq, biz, yəni bizim evdə milçə il sonunda belə eşidirdik. Tərbiyəmiz, yəni bu kişinin tərbiyəsi, Dəllidir. o deyir ki, məsələn, Qalankasının oğlu Qəzəl böyüyüb, Ərkəsöyün böyüyüb. Bu Ərkəsöyün sözünü mən indiyədə qədər dərk eləyə bilməmişəm. Ərkəsöyün necə böyüyə bilər bu uşaq? Yəni bizim evdə o qayda qanun var idi. Evdə məsəl üçün oynuyorduk bura-bura, atam evə gələndə elə bir ki, qurbağa görünür, daş atmışdı. Hamı öz yerində, hamı öz yerini tapırdı, sual belə verməyə belə adamın cürəti çatır. Amma oğlu bayaq, Azər oğlu bayaq vurğuladı ki, şapalaq məsələsi, ona bir dənə dəyirdi, mənə hər gün dəyirdi. Bir dənə haşiyədən çıxıb bir dəqiqə vaxtımızı alım. Deməli 94-cü ilin səhv eləmirəmsə, noyabr ayı idi ya dekabr ayı idi. İnstitutda kəsirim var idi. İki dəfə kəsmişdilər, üçüncüsündə institutdan məxarici. İndi bilmirəm, atıma nətər deyim, qorxudan, yəni ehtiyat edirəm, gəldim, amma dedim ki, belə iş var. Kişiyə çatdırdı, dedi ki, bala, mən haçamdır imtihanım, mən gəlirəm. Dedim ki, sən gəlirsən, yəni imtihanı həll edəcəksən, pul verəcəksən, mən hoşum dedi ki, yolu mən elə gəlib orada duracam. Dedim, mən gəlmişim, gəl. Gəldi, durdu, indi vaxt vadə gəlmişəm, imtihandır. Girdi imtihandan məni kəsdi. Səlim xanım var idi, bizim bir Səlim xanım var idi, yəqin tanıyarsan. 86-85 yaşı var idi. Bu məni kəsmədi. Dedi ki, bala, get, bir həftədən sonra gələrsən. Get də, indi. Səlim xanım oturub, mən oturmuşam, deyir, bala, get də, deyir, mən gedirəm. Sonunda sağ tərəfdə gözləyir. Çıxıram yavaş, gəl uçqanı tulladım ki, biraz vaxtı buldum. Dedi ki, buna çıx da, deyir, mən çıxıram da bir dəqiqə gözlə. Çıxdım, bu da çıxdı mənim dalımdan, bu sola getdi. Mən də bunun dalından gedəndə kişi deyir ki, hara gelsin, mən buradayım. Buradasan, dedi, qorxumdan gülürəm. Gülürəm, bu da elə bildi ki, indi güləndə, yəni imtihanı verirsən. Ne güzel sizler. Hə, imtihanı verirsən, mən sənə inanırdım, sağ ol, çox sağ ol, kürəyimə belə vurur, deyəm, şidən bir dəqiqə gözlə. O kim, sözümü qoymur deməyə. Bir dəqiqə gözlə, deyəm, bir dəqiqə gözlə. O kim, çatdıq, liftə çatdıq, 13-cü mərtəbədəyik, 13-cü mərtəbədə. Deyəm, yanında bir dəqiqə, mən kəsindim, dedi ki, bir həftədən sonra gəl. Sən nə danışırsan, bəs gülürsən belə dedim, ay neydim, cisqib ağrıyım. Hə, nəysə. Ha, bura gəl. Hara gəlir. Deyirəm ki, gəl, peşkom düşək. Deyir, gəl sən başın xarabdır, onun sizin mərtəbə peşkom düşək. Gəl bura liftə. Deyirəm, yox, gəl peşkom düşək. Deyir, gəl bura, mən deyirəm, gəl bura. O şimdi nəysə, gəldi liftin qabağına. Liftdə o knopçun liftlər vardı, köynə basırdın, atırdı belə. Ondandır. Nəşə gözlülük, mən məsafə saxlayıram 3 metrə ki, birdən də qorxumdan da deyil. Lift gəldi, lift açıldı. Gəl. Hə, nəşə liftə girməliydi, aşağı düşməliydi. Girdik liftə. Mən qabaqcadan bilirəm ki, lift 13-cü mərtəbədən 1-ci mərtəbəyə kimi 22 saniyə gedir. Saymışam, girdik liftə, bilirəm ki, burada o boks, ring başlayanda vururlar, elə ding, boks. Birinci round. Hə, birinci round. Böyle kimi oturdum aşağı, blok sakladım, gördüm
ki elə bu şapalaq deyildi, şapalaq nədir ki? Şapalaq, dırab. Aynasıdır. Lift əsir belə, 19 yaşım var, 94-cü il, 19 yaşım var. Hə, lift dedim, ay Allah, indi lift zastrət eləməsin, gedək çataq aşağı. Gəldi, uçmuşam belə, 8-ci mərtəbədə lift dayandı. Dedim, ay Allah, sənə nə şeyə bax. Gördüm, bir dənə müəllimə var, 9-cu mərtəbədə kimya idi deyəsən. Kimya şeyiydi. Bir kök qadın bindi. Girdi içəri. Hə, girdi liftə. Bu da oğlu da kök idi ki. Sonra kimi bastı, nə isə, bilmədim nəyə bastı. Təmin ola Ay xala, ay müəllimə, sən balama qurban olum, sən nə yaxşısan bildin. Nəysə gedirik belə, gedirik. Bir də gördüm lift, belə amortizasiya verir, lift dayandı. 3-cü mərtəbədə bu araba düşdü. Mən də bunun dalında gedirdim, dedi sən hara gedirsən. Saxladı məni. Sən hara gedirsən, deyirəm mən düşmür, deyirəm bura versin. Hə, nəysə. Üçdə də saxladı, yenə mən bulub saldım belə. 3-cü round. 3-cü lira. Kazandın 8'den 3'e kim oldu? Üstten 1'e kimi yenə tappatarap, şimdi birinci mərtəbədə çıxdı. Yəni, deməyimin şeyi var. Çıxdım, indi məni çağırır ki, gəl bura. Deyirəm, aparı gedir. Mən səfa saxlayıram ki, bu dəqiqə mənim. Ay gəl bura. Ay gəl, yaxşı, imtihanı da verəcəm. Bura, biraz sakitləşdik. İmtihanda bir həftədən sonra. Nəysə, bir həftə hazırlaşdım, gəldim ki, imtihana. Səlim Xanov gəlib, mən də gəlmişəm, dedim, gəldim, dedim, tək mənəm. Heç kim yoxdur, tək mənəm. Dedi ki, zasutkanı ver. Dedim, nə zasutkanı? Mən cavab vermək istəyirəm. Yox, deyir, zasutkanı ver. Zasutkanı çıxartdım, verdim, gördüm, yazdı. Zasutkama yazdı. Dedim ki, yox, mənim qayana eləmir, müəllim, mən cavab vermək istəyirəm. Deyir, çıx ki. Ay, indi bu dirəşib ki, çıx get, mən deyirəm ki, mən cavab vermək istəyirəm. Atam mən öldürəcək ki, cavab vermək istəyirəm. Yox, baba, yazmışam da çıx get. Nəysə, hə, çıxdım, getdim. Hə, indi o Bəhmənin bir yaxşı şeiri var, deyir. İstəmişəm səhvim üstə böyməli, əllərinə qurban olum. İndi sənin Sözüm ata nəsiyyət. düzdür. Hə, sözüm ata nəsiyyət istəyir. Allah Taala səni bizim üstümüzdə nəsiyyət eləməsin. Vaxtınızı çox aldım, üzr istəyirəm. Hə. Allah Taala səni bizim üstümüzdə nəsiyyət eləməsin. Nəinki bizi. Sən nəslin ağsaqqalısan. Sağ ol. Cavabın var nəslinin ağsaqqalısan. Bu böyük bir, balaca bir iş deyil. Rütbədir abi. Rütbədir, statusdur. Həqiqi mənada. Həqiqi mənada. Allah ömür versin. Ən önəmlisi can sağlığıdır. Mən sənə onu arzulayıram. Canın sağ olsun. Biz övladların da, nəvələrin də sənə baxa. Bir dəqiqə, mənim bir balaca da olsun, hədiyyəm var. Hədiyyəm deyəndə, həqiqi mənada bu bir tarixi bir hədiyyədir. Mən deyərəm ki, bəlkə də eksponatdır. Eksponatdır. Bugün ayın biridir, 3-cü gündür. Mən bir sual verərdim, 46-cı ilin ayın biri neçənci günə düşür? Kimsə deyə bilər? Deyə bilməz. Bu bir eksponatdır. Xahiş edirəm. Bu 46-cı ilin Pravda qazetidir. Ayın biri bir dəqiqə deyim sizə. Ayın biri ponedельник. 1 aprel 46-cı il ponedельник. Cena 20 kopeyk. Yəni bugün sən təkcə yubileyar deyilsən. Bu qəzetdə yubileyardır. Ay maşallah. Pravda. Mən Komsomolski Pravda axtarırdım, tapa bilmədim. Sən Komsomol olmuşsan abi? Nə qədər? Çox sağ olun. Çox sağ olun. Oğul mən müqəddəs bildim atamı. Oğul mən müqəddəs bildim atamı.
Sağ ol ben de. Sağ ol. Kardeş oldu. Sağ ol, sağ ol. Ben de Səhərdən çox şey müşahidə eləmişik. Ağrın alım, ey! Araqlarımıza bir nəzarət elə, necə lazımdırsa. Mən ekspert kimi Xoşqədəmin verilişində çox iştirak eləmişəm. Lakin sonralar dəfələrlə bu gün də müraciət eləməyinə baxmayaraq gedəsi deyil. Armaz ben yolun gitmez. Ya. Yok, Elə siz deyil. değil, öyle. Daha iyi. Orada armaz vardı. Orada siz değil. Yo, elə deyil. Müəyyən mərhələ var, mənim əzizlərim, onu gözlədim, abrın, həya, namusu, qeyrətin, şərəfin, ləyaqətin, ictimai nüfunun olacaq. Onu gözləmədimsə zahilləyirsən, mən zahilləmək istəmirəm, qulaq. Mən orada da demişəm, yenə də deyirəm. Bugünkü gündə Bəhramın çıxışı məni vadar elədi, yenə ona qayıt qalır. Bir mənalı şəkildə yəqin hamınız mənlə razısınız. Kişi od olsa özünü yandırar. Bəli. Süd əsasdır. Arvad elə bir varlıq, kişini, evladı belə də döndərə bilər, belə də döndərə bilər, uçuruma da apara bilər. Bəhramın bugünkü hərəkəti, davranışı heç də bizim qəhrəmanın hesabına deyil. Mənim yengəmin hesabınadır. Süd əsasdır. Həmişə mən ekspert kimi görmüşəm ki, Rusiyada qadınla yaşayıb, qayıdıb gəlib evladı olub, o qadını, evladını həmişə atasına məhəbbətlə tərbiyə elədiyinə görə atasını axtarıb tapır. Ata anadan çox şey əsasdır. Süd əsasdır. Bu badəni süzdün, hamıya qadan alıb, cavan olan. Bu badəni içək, birinci analarımızın, ikinci bacılarımızın, sonra ömürgün yoldaşlarımızın sağlığına. Elədiniz ömrünüz oldu. Azərbaycanlı qadınları tarixən həmişə görkəmli şəxsiyyət formalaşdırıblar. Bugünkü gündə bu məclisdə isə Bəhramın çıxışı yəqin elə bir adam olmadı ki, onun qəlbini riqqətə gətirir. Çok güzel. O heç də mənim Əhsən. canım, ciyarımın hesabına deyil. Əhsən. Mənim bacımın, ondan sonra xətrini dünyalar qədər istədiyim yengəmin hesabınadır. Allah həyat yoldaşınızı sizə bərk əlim versin. Sizin həyat yoldaşınızın sağlığında burada oturanların hər birinin, bacılarının, analarının, ömürgün yoldaşlarının sağlığına bayrak. Amin. Oldu mu? Sağ ol, sağ ol. Ne oldu öyle beyazlar? Haydi. Gel buraya gel qadan alalım. Bu bayda sizin ananızın sağlığına, sizi kimi, sizin ruhuna evlatlar yetiştir. Elə dağdan ağır kişiler görmüşəm ki, evlat ona düşman gəlsin. Sağ ol. İkinci bir məna deyil. Kardeşim. Eşk olsun. Sağ ol. Anamızın südü, atamızın çöreği size Allah'tan. Ana bizə günəş, ana ay bizə. Ana səhər bizə, ana dam bizə. Əzəldən düz yolun yolçusuyuq biz, əyri yol öyrətmə anadan bizə. Dayan bir dəqiqə. Ana müqəddəsdir, çox da əzizdir. Ancaq ömrün hər pənahı atadır. O, ürəkdə qandır,